Yeni mövzu. Quranda sözlərin hərəkələnməsi. Yəni bu mövzumuzun adı olaraq yeni bir başlıqdır. Əbul-Əsəd Duəli kimdir? Aşağıda yazıb. Əbul-Əsəd Duəli məşhur şair olub. Tabein olub. Tabein nədir? Yəni sahabə deyildi. Yəni peyğəmbəri görmədən iman gətirib. Bizi kimi də tabeinlərdəndir. Onun deməli deyirlər ki, o nəhv elminin banisidir. Var sərf, var nəhv. Sərf yəni morfologiya. Nəhv yəni sintaksis. Sərf yəni morfologiya elmi danışır bir kəlməni necə və hansı yollarla müxtəlif hallara düşməsindən. Nəhv yəni sintaksis danışır kəlmə ilə kəlmənin əlaqəsindən. Məsələn, kitab, məktub, katib, məktəb, kıtıbı hərfi hamısında var. Bu necə o bir hərf düşür 4 dənə formaya. Ehsan, Möhsin, Həsən, Hüseyn hamısı hısını hərfi var. Hısını hərfi hansı modellərlə, hansı formalarla düşdü 4 dənə formaya. Bu sərfdir. Adı morfologiya. Nəhv elmi, bunlar bilirsiniz ha, təkrar mən deyirəm, yadımdan çıxmasın. Nəhv danışır, nə Bismillah kəlməsində bismi oldu, bismə, bismu olmadı. Hə, nəyə görə? Ma əcmələ başqa bir şeydir, ma əcməlu başqa bir şeydir. Hərəkə, hərəkə, dəyişir mənanı. Bir də misal vurum keçək. Ya yuhəlləzinə əmənu. Əmənu, yəni nə? İman gətirdilər. Mının üstündə ə qoysa, nə olur? Əmənu, iman gətirdilər. Mının hərəkəsini ilə i. Nə olur? Əminu, iman gətirin. Artıq oldu əmr. Bir dənə hərəkə dəyişir mənanı. Məsələn, bizdə nöqtə dəyişir mənanı. Duz olur düz. 2 nöqtə dəyişir mənanı. Duz başqa, düz başqa. Aydındır, belə qarnı qalmasın deyə. Nəhv elmin banisidir. Əsl adı nə olub? Zalim İbn Əmr İbn Sufyan. Bu da çox mühümdür də. Valideynlərin boynu məsuliyyətdir ki, övladlara salih adlar qoysunlar. Valideyn bunun şərtdir nə? Qəşəng adı qoysun övladına. İndi modda da belə nə adları qoyurlar seriallardan. Uşaq böyüyəndə bu adla çağıracaqlar. O aktyor sabah ölür gedir. Heç aktyor bundan heç xəbəri yox. Bu ölür aktyordan sarı. Qəşəng mənalı adı olsa, hə, insan niyə qoymasın ki? Məsələn, zalim yaxşı məna deyil. Bəzən bunu Osman və ya da Əmr çağırırdılar. Ömərin xəlifəli dövründə Əbul-Əsəd Duəli Bəsriyə köçür. Müəyyən hadisələrdə iştirak edir. Çox sədaqətli insan olub, çox vəfalı insan olub həqiqətən də Əli-Əsədin qarşı Cəməl döyüşünə iştirak edib. İmam Əlinin, İmam Hüseynin mədhində, mədh yəni tərif, məddah çox tərifləyən, məddah yəni həddindən artıq tərifləyən mənasıdır. Mədh yəni tərifləmək. Çox belə mədhiyyə deyib, təriflər deyib, şeirlər deyib, mərsiyə oxuyub, Əli-Əsədin aşıqı olub, dediyim kimi ərəb dilçiliyində nəhv elminin banisi olub. Kimdir müəllimin? Əli-Əsəd. Görürsən, imam kimi yetişdirir. Deyirlər, filankəs xəlifə, Osman, yaxşı. Əbubəkir, Ömər, filan sahabə, Xalid ibn Vəlid, filankəs, o rəziyallah, bu rəziyallah, bildik də, yaxşı. Bunlar ortaya kimi çıxarıblar. Sonra ərəb dilçiliyi elminin təməlini qoyan və onun qanunlarını yazan şəxs Əbul-Əsəd Duəli olub. Barəsə qısa bir məlumat. Bu işi Əbul-Əsəd Duəlinin həyata keçirdiyi hamı qəbul edir. Belə, bu sözlərin hərəkələnməsi. Hərəkə var nöqtələndir, nöqtə qoyulur. Hərəkə var, xətt çəkilir. Xətt çəkilmək yox. Bu başqasıdır. Yəni, ilkin başlanğıcda, ilkin olaraq bu nöqtələr qoyur. Məsələn üçün də qırmızı rəng hərfin üstündə ədir, ə səsi. Məsələn, hərfin üstündə məsələn yaşıl rəng bu zəmmədir, u səsi, belə bir şey. Hər bir halda kökün qoyur da. Bu barədə ən qədim rivayət
Əbültayyib Lüğəvinin rəvayətidir. Həmin rəvayətdə deyilir ki, Ziyad öz övladlarının ləhcəsi ilə qədər Əl-Əsəddən köməklik istəyir. O da hərflərin nöqtələnməsinə qərar aldı. Oxumaq çətin idi də. Məsələn, bu əmənu, əminu, hələ ki nədir? Axı dəyişir məna. Dəyişəndə də, hər ikisində də müəyyən cümlə verir orada, müəyyən məna verir. Komadır, çomadır, ikisindən fərqli məna var da. Mədainin İsfahandan nəql etdiyi rivayətdə qeyd edilir ki, daha yığcam və aydındır. Həmin rivayətdə deyilir ki, Ziyad. Ziyad kimdir? Ziyad kim isə yazsın. Bunları tapmaq asan şeydir ha. Məsələn, 1000 dənə Ziyad var tarixdə. Mən hardan deyirəm bu filan kəsdir? Araşdırmışam. O vaxt dərs alanda ustaddan soruşmuşam. Ustadın da şuşaları ki, araşdırmaçı idi, ruhani əlavə. O deyirdi, mən də qeyd edirdim ta qalıb Nəhmi kitabında. Ziyad İbn As. Üzr istəyirəm. Ziyad İbn Übəy. Ziyad İbn Übəy. Kimdir bu? İbn Ziyadın atasıdır. Yaxşı. Ziyad İbn Übəy. Əl-Əsəddu Əliyə. Bu, deməli, bunun Ziyadın anası isə adam Süməyyədir. Yaxşı, Süməyyə. Atası İbn Ziyaddır, özü isə Ziyad İbn... Üzr istəyirəm. Baxıram ki, atalar fərqlidir. Ziyad İbn Übəydir. İbn Ziyadın atasıdır. Yaxşı. Anası Süməyyədir. Ziyad İbn Əbdülvəssadü Əliyə Quran müshəflərində eyrab işini aparmağa tapşırdı. Bəs sən bunu eyrab elə. O da həmin işini etirdi və nəhv elminin sahəsində müəyyən qayda-qanun yazdı.